16 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bina Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda Çövkən yarışlarının açılış mərasimi və turnirin ilk oyunları keçirilmişdir. Bölgə TV xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və turnirdə iştirak edən 6 komandanın atlı paradi ilə başlayan təntənəli açılış mərasimindən sonra Prezident Kuboku uğrunda oyunlara start verilmişdir. Günün ilk qarşılaşmasında Polad və Zəfər Çövkən komandaları üz-üzə gəlmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda Polad komandası 4-0 hesablı qələbə qazanmışdır. Günün ikinci yarısında isə Embavut Çövkən komandası Buta Golden Çövkən komandasına qarşı keçirdiyi oyunda 1-0 hesablı qələbə əldə etmişdir. Prezident Kuboku uğrunda Çövkən yarışları 18, 20 və 22 dekabr tarixlərində davam edəcək. Final oyunu isə 24 dekabr 2025-ci il tarixində keçiriləcəkdir. Rəna Rövşən qızı, BTV.